Salam kanalımızın dəyərli izləyiciləri. Bugünkü videomuzda şagirdlərimizə maraqlı sual verdik. Videomuza keçməzdən öncə kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Bir gün məktəb direktoru olsaydın, nə edərdin? Mən əgər bir gün məktəb direktoru olsaydım, həm müəllimələrin, həm şagirdlərin, həm də valideynlərin marağını çəkəcək, məktəbin ən canlı və yaradıcı olması üçün maraqlı ideyalar tətbiq edərdim. Məsələn, hər gün məktəb başlamazdan 15 dəqiqə əvvəl bütün məktəb səssizcə kitab oxuyardı və bu uşaqların kitab oxumağı marağını artırardı. Hətta məktəbə maarifləndirici qonaqlar çağırardım və maarifləndirərdim şagirdlərimizi. Məktəbin bir otağına fikirlər kabineti yaradardı. Fikirlər kabineti belə olardı ki, ay əvvəli şagirdlər bu otaqda məktəblə bağlı fikirlərini verirlər. Ay sonunda məktəb direktoru, yəni mən tərəfindən bu fikirlər oxunan təhsilə, məktəbə ən yararlı, ən kreativ fikir seçilər və məktəbdə həyata keçirilər. Bu həm şagirdlərin öz fikirlərini azad bir şəkildə ifadə etməsi üçün əla bir fürsətdir. Mən bir günlük məktəb direktoru olsaydım, məktəbimizi robot inteqrallarına asardım. Orada şagirdlər robotla hazırlayar, yarışar və öyrənərdilər. 9-cu sinifdən sonra şagirdlərin öz fən qruplarına uyğun fənləri girmələrini istərdim. Tənəffüslərin vaxtını artırardım, zəng səslərini xoş musiqilər qoyardım. Şagirdlərin təmiz hava almaq üçün tənəffüslərdə həyətlərdə gəzməyə icazə verərdim. Hər bir uşağın içində bir işıq və o işığı yandırmaq üçün məktəbdə sevgi, qayğı, ədalət hökm sürür. Mən bir rəhbər olsaydım, o işığı yandırmağa çalışırdım. Azərbaycan dilində hər gün daha böyük və qürur verici bir səslə səslənməsi üçün əlimdən gələni edərdim. Çünki məktəb sadəcə bilik verən bir yer deyil, həm də bəlkə də sevginin, hörmət və məsuliyyət formalaşdığı müqəddəs bir məkandır. Mən oxuduğum məktəbin direktoru Günləri müəlliməni məktəbimiz üçün xeyirli işlər gördüyünün şahidiyəm. Mən direktor olsaydım, məktəbdə nizam-intizam qaydalarının düzgün əməl edilməsini tələb edərdim. Şagirdlərin hər birinə sevgi və qayğı ilə yanaşardı. Məktəbimizin xeyri üçün gözəl tədbirlər təşkil edərdim. Müəllimlər üçün də təşəkkür köşəsi təşkil edərdim. Hər bir sinif öz sevimli müəllimini təbrik edib, orada xoş sözlər yazardı. Məktəbin müfid menüsündə bir gündə dəyişərdim, sağlam, eyni zamanda dadlı qidalar olardı. Mən məktəbdə yaşlıq divarı düzəldərdim. Kim kimə məktəbdə kömək etsəydi, onlar da o divarda olardı. Yəni, əgər bir direktor olsam, hər hansı bir müəssisənin, özdə məktəb kimi təhsil müəssisəsi rəhbəri olsam, hər zaman heyətlə, məktəb heyəti, şagirdlər, müəllimlərlə öz doğma məktəbini deyə biləcək qədər səmimi, mehriban bir vəziyyət sizə yaradardım. Günləri müəllimlərə sizə təşəkkürlərimi bildirirəm. Çünki həqiqətən də əsl xəyalındakı kimi bir direktor, rəhbər odur. Yəni, üstümüzdə də əməli çoxdur. Məktəbdə robot müəllimlər sınavdan keçirərdim, amma qorxmayın, onlar sadəcə sizin ev tapşırıqlarınızı yoxlayardı. Qalan dərsinizdə isə yenə öz sevimli müəllimələriniz keçərdi. Sonra isə məktəbin həyətində heyvanların sığınacağı kiçik bir yuva tikdirərdim. Şagirdləri isə könüllü olub, onlara qayğı göstərərdi, həm də mərhəmət öyrənərdi. Bir də məktəbin divarlarını boz rəngdə saxlamazdım. Mən direktor olsaydım, hər bir divarı bir sinif rəyləyərdi. Biri səmanı seçərdi, biri nağılları seçərdi, biri isə gələcəyi seçərdi.